Hər vaxtınız xeyir olsun, dəyərli, gözəl insanlar. Bu günləri biz birlikdə ANTS saytından NÖPH nömrəsi almağa çalışacağıq. Açığını desəm, bir neçə şəxsə kömək eləmək haqqında söhbət eləmişdik. Amma vaxtım olmadığı üçün heyf ki, onlara kömək eləyə bilməyəcəm və belə bir video çəkirəm ki, INTS saytına girib özünüz NÖPH nömrəsini ala bilərsiniz. Deməli, INTS saytına ilk öncə girək. ANTS. Qısacası bütün sürücülük vəsiqəsi ilə bağlı işləmlərin hamısı bu ANTS saytında baş verir. Okey. İndi gözləyin, əsas saytı tapım mən. Deməli, birlikdə baxırıq. Yəni mən sizinlə birlikdə baxıram, görüm necə olur. Deməli, ilk olaraq nə etmək lazımdır? Etapları yazır burada. Hesab açmaq lazımdır. Ondan sonra nouvelle demande eləmək lazımdır. Ondan sonra motiv seçmək lazımdır. Ondan sonra sənəd istəyəcəkdir. O sənədləri görmək lazımdır. Sonra konfirmə eləmək lazımdır. Ondan sonra da avtomatik olaraq 2 həftə içərisində NÖPH nömrəsi gəlir. NÖPH nömrəsi çox önəmlidir. Sürücülük vəsiqəsinin nəzəri hissəsinin imtahana girmək üçün bu NÖPH nömrəsi çox vacibdir, yəni önəmlidir. İndi yaxşı şey eləyək. Dediklərini eləyək. Burada çoxlu sənədlər istəyir. Bax, sənədlərə baxaq görək hansı sənədləri istəyir. Nəysə, bunları boş verək. Bunlar sürücülük vəsiqəsinin nəzəri hissəsinə qeydiyyat üçün olan hissələrdir. Bizə əsas lazım olan NÖPH nömrəsidir hələ ki. Ona görə se connecter, créer un compte. Créer un compte'un üzərinə vuracağım. Saytımız budur. Bu saytı videonun deskripsiyon bölümündə də, təsvir hissəsində də paylaşacağam. Video biraz uzun ola bilər, çünki dediyim kimi kəsib eləmirəm videonu, avtomatik olaraq necə çəkirəmsə elə də paylaşacağam. INT saytına gəldik. Gələndən sonra lap aşağıya gedəcəyik. Créer un compte eləməliyik. Créer un compte. Particulier, okey. Bunlardan heç biri yoxdursa sizdə, nə bilim, vergilər saytını və s. istəyir. Bunların heç biri yoxdur. En tant que professionnel demandant titre de France titre. Okey. Bunun üzərinə vuracaq. Demander un identifiant France titre. Okey. Adımızı, soyadımızı yazacaq. Mən zaten bir hesabım olmalıydı. İndi burada Nikolas olaraq yazacağım. Okey, Eşqi Cəmalov yazdıq. Tutaq ki də. Sonra indi doğum tarixini və s. yazaq. Doğum tarixini səhv yazacağım. Doğum tariximi bilməsəz də olar. 12 yazaq da. 1993. Okey. Bu mənim e-mailimdir. Tamam, e-mailimi bilə də bilərsiniz. Nömrəmi zaten hamı bilir. Ona görə nömrəni yazacağım bura. 0540 27. Bura bir şey yazmaq lazımdır. Aysa o prefix Fransanı seçirik. Modpass yazacaq. Modpası vallah bilmirəm nə yazım. Elə təklif edilən modpası qəbul edirəm. Créer mon compte. Tamam, indi bir e-mail gəlməlidir. E-mailə girək, görək nə deyir. Ne vatam.
E-mailimiz girə bilmirəm. Buradan elə quraşdırmışam ki şeyi. Aha, bax bura girə bilmirəm. Yaxşı. Demək, burada bizə kullanıcı adı verdi. Bir də deyir ki, bunun üzərinə deməli şey eləmək lazımdır, klik eləmək lazımdır, girmək lazımdır. Bu bizim deməli kullanıcı adımızdır. Tamam. Kullanıcı adını bura yazıram. Bir də görürsüz hara? Bax, avec mes identifiants France titre. Bura girirəm. Bu biri xanalara heç toxunmuram, tamam? Elə bir buranı bir də izah edeyim. Qısacası hesabımızı açdıqdan sonra belə bir e-mail gəldi. E-mail gəldikdən sonra buradakı linkin üstünə vurdum ki, hesabım aktivləşsin. Oje aktivləşibdir də. Aktivləşdikdən sonra əsas saytın əsas səhifəsinə girdim. Əsas səhifəsinə girəndən sonra burada avec mes identifiants France titre bölümü vardı. Bura gəldim identifiant hissəsinə. Bax burada yazılan identifianı yazacağam. İdentifiyanı sizə e-mail ilə göndərirlər. Modbasdakı şifrədir də. Şifrə zaten qayd elədiyim üçün bir də yazmıram. Me connecteni vururam. İndi bir dənə kod gəlibdi. O kodu girib bura yazacağam. Aha. Kodu da hər dəfəsində, hər girişdə istəyir ki də sizin təhlükəsizliyiniz üçün. Aha. Всё. Всё, girdik bura. Bura girdikdən sonra indi biz NÖPH nömrəsi almalıyıq. Aha, NÖPH nömrəsi. NÖPH nömrəsini biz hardan alacağıq? Deməli, permis de conduire hissəsinə bir vuraq. Görək nə göstərir. Je m'inscris pour pouvoir... Görürsünüz nə qədər şey var. Birincini seçəcəyik. Aha. Etap suivant. Etap suivantdan sonra yenə birincini seçəcəyik. Bu 18 yaşını keçmiş insanlar üçündür. Davam edək. Aha. Yenə biri seçirik. İndi burada şey olacaqdır. Hədə B kateqoriyasını seçdik. Continue edirik. Non yazırıq bura. Continue. Non yazırıq bura. Continue. Birincini yazacaq. Çünki ilk dəfədir keçirik də bu imtahanı. Tradisyonel. Bura yazır ki, fransızcanı tam başa düşürmür. Bura yazacaq non. Bura yazacaq non. Bura oui yazırıq. Bura non yazırıq. Non yazırıq. Bir dənəsini deyəsən səhv yazdıq. Etxan instance d'examen. Non, non, non. Burada hamısını non yazacaq. Burada non yazırıq. Burada non yazdıq. Burada non yazdıq. Burada da non yazacaq. Şeydir də, elə bir hər hansı bir əlilliyiniz və s. var, yoxsa yox. Sonra valider définitivement ma situation yazıram. Étape suivante. Burada elə bir nəsə çatışmır. Burada nəsə çatışmır. Çox uzun oldu bu.
Dostlar, nə isə səhv elədim. Nə isə səhv elədim. İndi təzədən gəlirəm hesabıma. Burada NÖPH nömrəsi almağa çalışacağam mən. Çox üzrlü hesab eləyin. 10 dəqiqə vaxtımızı aldıq. Yəni ona görə elə bilməyin ki, asandır. NÖPH. Dayan canım, nə deyir burada? Ay sağ ol. Okey, okey. Yox, pardon dostlar. Çox düzgün eləmişik. Çox düzgün eləmişik. Heç bir problem yoxdur. Hər şey qaydasındadır. Bunların bu etapların hamısını keçirik mən elədiyim kimi. Ondan sonra bura bir dənə postal ünvan yazacağıq. Mən də poçt ünvanımı zaten hamı bilir. Yazıram. Aha. Все, başqa heç bir şey yazmıram. Sonra burada deyir ki, heç nədə sizlə necə əlaqə saxlaya bilərik? Davam edirik. Burada uje şəkil falan istəyəcəkdi. Aha, tutaq ki, şəkil istəyir. Deyir ki, şəkli heç nədə şeyin zərfin içərisinə qoyub göndərmək lazımdır. İndi burada müəyyən sənədləri istəyir dostlar. Müəyyən sənədləri istəyir. Bu sənədlərin hamısını bir zərfin içərisinə qoyub göndərmək lazım olacaq. Deməli, ilk olaraq ev sənədi istəyir burada. Bu ev sənədini yox, bura əlavə eləyəcəyik. Sonra burada heç nə oturum izni və yaxud da kimlik kartını istəyir. Bunu da bura əlavə eləyəcəyik. Sonra da burada başqa nə deyir? Əlavə də nə sənəd istəyirsinizsə onu əlavə edə bilirsiniz bura. İndi mənə başqa bir sənədim falan olmadığı üçün bu etabı keçə bilmək üçün mən məcburam ki, bura CV-mi və s. göndərim. Yəni başqa nə göndərə bilərəm? CV-mi göndərəcəm, hə. Ya da bu belə bir şey göndərəcəm. Yaxşı. İkinci bir. Sizin üçün özümü qurban edirəm. Görürsünüz, indi burada prefekturun əməkdaşları falan mənə yazsa ki, qardaş, sən nə ilə məşğulsan burada? Mən qalacağam belə. Aha, все. Bu hissəyə gəlib çatdıqdan sonra dostlar, bu şeyləri qəbul edirsiniz. Ondan sonra valide definitivman demarş edirsiniz. Bunu mən eləmirəm. Çünki burada uje deyir ki, mən şərəfim üzərində nə bilim and içirəm ki, də nələr e, burada nələr demişəmsə bunların hamısı düzgün məlumatlardır və s. Yəni bunu mən artıq üzərinə klik eləməyəcəm. Amma bilin ki, bunun axırında gəlib çatandan sonra üstünə vuracaqsınız. Üstünə vurduqdan sonra heç nə. Sizin NÖPH nömrəsi istəmək, belə deyək də, müraciətiniz başlayacaqdır. Ondan sonra da tez-tez girib bura baxmaq lazımdır. Görək nə yerdədir. Vara. Ümid edirəm ki, bu video sizə yardımcı olacaqdır. Özünüzə yaxşı baxın. Hər hansı başqa sualınız olsa çəkinmədən verə bilərsiniz. Saygılar.